Fito klub, demək azadlıq. Qədim Bərdə restoranı var burada. Yaxınlığında. Bir də Röya. Röya ilə üzbəüzdür. Təxmini. İndi inşallah məzunları da sizə göstərim, bitkiləri sizə göstərim. Baxın, qarazirə şərbəti. Qarazirə şərbəti ölümdən başqa hər şeyə faydalıdır, hər şeyə. Bax, immun sistemini qaldırır, hormon tənzimləyici, antibakteriyal, virus əleyhinə. Ölümdən başqa hər şeyə faydalıdır. Utindi şərbəti immun sistemini qaldırmaq üçün mükəmməldir. Həm də ki, öskürəyin kökünü kəsir. Tövsiyə edirəm ki, hər ikisindən bir ədəd alın, birlikdə bir-birinə qarışdırın. Səhər axşam qəbul edin. Uşaqlarda, böyüklərdə qəbul edə bilər. Mədə-bağırsaq sistemini sağaltmaq üçün sadə çaytikan yağı çox sevirəm mən bu sadə olanı. Spirtdə çıxarışlı propolis. Helikobakterini məhv edir. Çox gözəl faydalıdır. Bütün orqanizmə fayda verir. Utindi yağı. Miqrendə bir növbədir. Laboil. D vitaminini artırmaq üçün mükəmməldir. Bitkilər. Hamısı laboratoriyadan çıxıb, hamısı. At pıtrağı kökləri, şəkər üçün gözəldir. Baxın. Məkkə gülü. Gülünbaharın gözəlliyinə baxın, gülünbahar. Öd qovucu solma çiçəyi, mərcangilə. Sevdiyim bitki, gizli tikənin yarpağı. Hazır məzunlar da var burada. Tahinlər. Qəbizlikdən əziyyət çəkən insanlar əncir qurusunu, zeytun yağını qarışdırıb istifadə edə bilərsiniz. Braziliya qurusu. Vitekson çox gözəldir. Qaraciyəri yeniləmək üçün mədaltı vəzi dalağı çox gözəl fayda verir. Kasnotu. Vələmir, baxın. Vələmir axtaranlar, tapa bilməyənlər. Arpa. Yox, buğda, arpa. Bitkilərə baxın. Qastrason yağı mükəmməldir mədə-bağırsaq sistemi üçün. Sonra doyma dərəm, kökdən əziyyət çəkən insanlar. Şampunlar. Hamısı da herofloranındır.